Siz bizim idmandasınız, efirdə işimizi davam edirik və quiz keçid alaraq artıq mayın 10-unda start götürəcək Bakı-Xankəndi çox günlük vela yürüyüşə və yeri gəlmişkən bugün artıq Təşkilat Komitəsinin son iclası keçirildi. Evet. Son məsələlər müzakirə olundu, son qərarlar qəbul edildi. Və iclasdan bizdə eksklüziv foto görüntülər də var, istərdim onları təqdim etsinlər. İclas necə keçdi, hansı qərarlar verildi və deyə bilərik ki, artıq tam şəkildə biz hazırıq. Bəli, bugünkü iclası, yəni Azərbaycan Velosiped İdman Federasiyasının birinci vitse-prezidenti, eyni zamanda Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov açıq elan elədi və elə çıxışına bu sözlərlə başladı ki, yəni bu artıq yarış öncəsi bizim son iclasımızdır, yəni geniş tərkibdən söhbət gedir və bu an üçün əminliklə deyə bilərəm ki, biz artıq yarışa hazırıq. Və burada əsas bir növ müntəzəm iclaslar keçirilib, yəni Təşkilat Komitəsinin iclasları və burada artıq hətta deməzdim ki, hansısa bir həlli açıq olan sual qalıb, demək olar ki, bütün məsələlər hamısı həll olunub. Yəni, burada belə yarışlar, ümumiyyətlə, birinci növbədə proses uzundur. Nə mənada uzundur? Çünki ilk növbədə hər hansı bir yarış keçirmək istəyən ölkə əvvəlki ilin sonunda bu yarışla bağlı Beynəlxalq Velosipedçilər İttifaqına müraciət etməlidir. Yəni, onun təqvim planına salınmalıdır. Bizim yarış isə 2025-ci ilin noyabr ayında artıq bu təqvim plana salınmışdır. Bəli, biz bilirik əvvəlki illərdə keçirilən yarışlarımız, yəni 2013-2017-ci illəri keçirilən yarışlarımız, hansı ki, kateqoriyası kifayət qədər yüksəkdir və elə iclasdan görüntülərdə də biz gördük, orada Təşkilat Komitəsində yarışın texniki direktoru, daha doğrusu, Roland Hoferdir, hansı ki, Roland Hofer ömürlük Avropa Velosipedçilər Birliyinin fəxri baş katibidir. O, çünki Avropada velosipedin inkişafında çox böyük töhfələr olan bir şəxsdir və qurumun yaradıcılarından biridir, yəni belə demək mümkünsə. Və onu xidmətləri nəzərə alınmaqla ömürlük fəxri baş katib kimi bir növ seçilib. Və artıq bu əvvəlki illərdə, yəni 2016-2017-ci illərdə o bizdə yarışda olub. Yenə də sevə-sevə gəldi. İclasda da çıxış elədi, bildirdi ki, yəni hamını yenidən görməyə çox şadam və şadam ki, bu yarış yenidən keçirilir. Azərbaycan belə bir velosiped yarışına ev sahibliyi edir. Biz indi hər halda danışacaq marşrutlarla bağlı, ümumiyyətlə hər şeylə bağlı. Bu an üçün artıq komandalardan gələnlər də var, hissə-hissə gəlirlər müxtəlif ölkələrdən, tam bütöv komanda olmasa da, çünki təqvim kifayət qədər sıxdır və bu nöqteyi nəzərdən istirahətdə olan komandaların üzvləri daha tez gəliblər və yaxud da ki, artıq yarış Türkiyə yarışı keçirilir, Türkiyədə, o da yüksək kateqoriyalı yarışdır, oradan bura gələcəklər və bu müqayisə üçün onu qeyd edeyim ki, bizim kateqoriyamız 2.1-dir. Yəni, çox günlük yarışların birinci kateqoriyalı yarışıdır. Bu cür tipli yarışlar, 2.1 kateqoriyalı yarışlar ümumiyyətlə dünya üzrə çox azdır. 30-35 civarındadır. Onlardan 25-26-sı Avropadadır. Asiyada cəmi 8-i keçirilir. Onun da 4-ü Çindədir. Yaponiya, Tayland tərəsi bir ölkə keçirilir. Yəni, demək istəyirəm ondan ibarətdir ki, kifayət qədər kateqoriyası yaxşıdır. Üstəlik, səviyyəsi kifayət qədər yaxşı olacaq. Çünki burada çox yaxşı komandalar iştirak edəcək. İndi hər halda biz bir qədər əvvəl izlədik, səviyyəsi aşağı olan yarış dünyaca məşhur Eurosport kanalında bu yarışa həsr olmuş təqdimat videoçarxı getməzdi də. Yəni bu tək indi ola bilər düşünmək olar ki, bəlkə də bu reklam kampaniyasıdır, amma bu belə deyil. Birincisi bu yarışın ümumən çəkilişi də Eurosport özü maraqlıdır. İkincisində də Eurosport telekanalı, həmçində Euronews telekanalları bu yarışa təqdimat xarakterli videoçarx təqdim ediblər və bildiriblər ki, Azərbaycanın belə bir yarışları təşkil etməkdə zəngin təcrübəsi var. Qısa fasilədən sonra Azərbaycan yenidən bu çox günlük vela yürüyüşləri qəbul edir və ən əsası, bax, bütün bu işlərin başında mənə elə gəlir ki, ən vacib məsələ odur ki, biz bütün Avropaya göstəririk ki, başlıca Avropaya, yəni bütün dünyaya təbii ki, biz işğaldan azad etmiş torpaqlarımızda necə işlər görmüşük, bu bir. İkincisi və biz nə qədər bu torpaqları özümüzkü sayırıq ki, artıq dərhal bu cür səviyyəli idman yarışları da orada keçiririk. Və ən əsası velosiped idman yarışının keçirilməsində vacib məqam odur ki, Eurosport vasitəsilə biz tam şəkildə bu sıfırdan o yəni yenidən qurulan Ağdamı məsələn bəli, 30 ilə yaxın bu
işğalda olan torpaqlarımız nə vəziyyətdə idi Bəli. və qısa zaman ərzində, bu 5-6 il ərzində Azərbaycan nə qədər iş görüb, bu həm də ölkə olaraq bizim üçün gözəl bir tribunadır. Bir mənalı şəkildə belədir. Onu qeyd edeyim, Evrosport kanalına bağlı vuruladım və yeri gəlmişkən CBC Sport kanalı Bakı-Xankəndi Azərbaycan velosiped yarışını canlı yayınlayacaq bütün mərhələlər. Buna görə xüsusi təşəkkürlər. Və Evrosport kanalına gəlincə isə, yəni bilirik, yəni Evrosport kanalında öz yayım standartları, öz yayım tələbləri var. Onlar hətta məsələn daha aşağı kateqoriyalı yarışı nə qədər hətta reklam qarşılığında belə ödəniş etsə belə yaxın qoymurlar. Çünki bizim statusumuz var. Biz yəni bu məsələlərdə daha çox diqqətli və onlar onu da vurğulayım, biz hələ ötən il yarışı təqvim plana salmaq istəyəndə bilirik, yəni üstündən ki, sonuncu dəfə 2017-ci ildə olmuşdu Tour de Azərbaycan yarışı. Bildirildi ki, üstündən çox illər keçib. Bəlkə biz bu yarışı hələ 2.1 yox, 2.2 kateqoriyadan başlayaq sonra. Yəni ortaya konkret faktlar qoyuldu ki, bəli üstündən 9 il keçsə də, amma bu yarışı görən, bu yarışın işini görəcək heyət həmin heyətdir. Yəni o nöqteyi mən elə nəzərdən bu barədə danışmaq istəyirdim. Bir qədər çətinliklər odur ki, buna qədər keçirdiyimiz və əsasən şimal bölgəmizdə Qəbələyə qədər, Oğuza qədər gedən yarışlarda biz müntəzəm olaraq artıq rahat idik. Tras bəlli idi, marşrut bəlli idi, yerli sakinlər artıq məlumatlı idi. Amma bu sıfırdan yeni bir marşrutdur. Yəni Bakı-Xankəndi velo yürüyüşü ilk dəfə bu formatda keçirilir. Yəni buna qədər belə bir velo yürüyüş yoxdur. İndi biz ayrı-ayrıca mərhələlər haqqında danışacağıq. Mən sadəcə qısaca məlumat vermək istərdim ki, 5 mərhələdən ibarət yarış mayın 10-da başlayır, 14-də bitir və təxminən 1000 kilometrə yaxın, 850 kilometr tam dəqiq desək, məsafə qət etməlidirlər idmançılar. Bəli, yəni mən xüsusilə də yəni bax bu işlərdə heç bir federasiya rəhbərliyinin əməyi xüsusi vurğulanmalıdır. Çünki ötən ilin may ayında yəni yeni rəhbər gəldi və həqiqətən də yəni Bakı-Xankəndi Azərbaycan velosiped yarışının yüksək səviyyədə təşkili üçün yəni federasiya rəhbərliyinin federasiya prezidenti cənab Zaur Axundov, birinci vitse-prezidentimiz Sahib müəllim Ələkbərov, icraçı vitse-prezidentimiz Fikrət müəllim Hüseynov, yəni həqiqətən də yəni nə qədər yəni bax bu işlərin içində nə qədər həvəslə gördüklərinin həqiqətən də canlı şahidiyəm və bunu təvazökarlıqdan uzaq olsa da deməliyəm və əsas məqamlardan biri nədən ibarətdir? Burada çox məqamlar var. Təhlükəsizlik məsələləri var. Hansı ki, indi bu barədə qısaca da olsa danışacağam bir qədər sonra. Çox önəmli diqqət yetirilən məqamlar. Avropa, yəni bu Beynəlxalq Federasiya, Avropa Federasiyası bu cür yarışlarda ən önəm verilən məqamlardan biri təhlükəsizlik məsələsidir. Hər hansısa bir xoşagəlməz hal, hər hansısa bir elementar belə deyək, pelotonun qarşısına bir vətəndaşın çıxmağa, bilmirəm və yaxud da ki, peloton gedərkən indi bizdə malqaranın çıxmağı, bütün bunlar hamısı olacaqsa olmayacaq. Bizdə bu vaxtda da hələ olmayıb əvvəlki illərdə. Bütün bunlar hamısı yarışın reytingindən nüfuz. Çünki komissarlar gəlir, onlar hər şeyi qeyd edirlər. Yəni o çox böyük mənfi təsir göstərən məqamlardandır ki, deməli təhlükəsizlikdə nəsə bir boşluqlar olub. Bizdə çox sağ olsun, yəni həqiqətən aidiyyəti qurumlarımız. İclasdan görüntülərdə biz gördük, yəni Daxili İşlər Nazirliyi əməkdaşları da oradaydı, Rabitə İnformasiya Texnologiya Nazirliyi, Təbib, deyə adlarını, məsəl üçün çox qurumlar var, bu işdə bizə dəstək verirlər, hamısının adlarını çəkmək istərdim, ola bilər birdən kimisə undaram. Yəni ümumilikdə, yəni həqiqətən də bu ən yüksək səviyyədə bu məsələ ilə bağlı bütün dövlət qurumları səfərbər edilib, hər birinə dərin təşəkkürümüzü bildiririk federasiyamız adından ki, hər şey ən xırdalıqlarına qədər hesablanıb. Hətta, bəli, indi onu bəri başdan qeyd edib, yarış günlərində mayın 10-u bazar günü start götürəcək Bakı-Sumqayıt marşrutu üzrə. Marşrutun keçdiyi yollarda müəyyən saatlarda, yəni uzun müddətə yox, müəyyən saatlarda nəqliyyatın hərəkətində bir məhdudlaşdırmalar olacaq. Hələ gəlin marşrutlar haqqında danışaq. Ümumi mən istərdim öncədən biz Azərbaycan xəritəsində marşrutu göstərək. Bakı-Xankəndi hansı istiqamətdə davam edəcək? Mayın 10-da başlayacaq yarış. Bu bizim doğma vətənimizin xəritəsidir və ümumi marşrut belədir. Yəni görün neçə şəhər, 850 kilometr və ilk dəfə olaraq bütün bu bölgələrdə biz yəni yalnız birinci mərhələni, ikinci mərhələni çıxmaq şərti ilə Mingəçevirdə ilk dəfə biz bu 2015-ci ildə Avropa oyunları vaxtı olmuşdu, amma o bir dəfə oldu.
Bir dəfə oldu 2015-də. 4-cü, 5-ci mərhələ isə ümumən tam şəkildə bir ilk olacaq. Ümumiyyətlə ilk. Və gəlin mərhələlərə baxaq. Birinci mərhələ mayın 10-da start verilir. Sibrizdən Sumqayıta 159,3 kilometr məsafə. İkinci mərhələ bir gün sonra mayın 11-i Sibrizdən İsmayıllıya 193,3 kilometr. Ən uzun mərhələ budur. Üçüncü mərhələ mayın 12-sində Qəbələ Mingəçevir 162,9 kilometr. Arada Oğuz çəki maraqlı, gərgin bir mərhələ olacaq bu. Çünki dağ, təpə, qalxmaq, düşmək burada var. Dördüncü mərhələ mayın 13-də Gəncədən Naftalana 152,8 kilometr. Burada yaxşı sürət gözləyirəm mən pelotondan. Beşinci mərhələ mayın 14-ü Tərtər Xankəndi 181,5 kilometr. Dağlıq Qarabağı qalxırıq, düşürük və yeri gəlmişkən yekun mükafatlandırma mərasimi və turnirin sonunda bayram konsertində məhz Xankəndidə keçirilməsi nəzərdə tutulur. Bəli. Bu marşrutlarla bağlı ona görə Sibris Sumqayıt yəni məlum məsələ, yəni xüsusilə bir hansı bir sual yoxdur. İkinci mərhələ İsmail, yəni Qobustan, Şamaxı, yəni bu ərazilərdən keçirik. Üçüncü mərhələ Qəbələ Mingəçevirdə, orada Şəki, Oğuz, oradan keçid. Mingəçevirdə finiş olacaq. Gəncə Naftalan, burada Göygöl rayonu Gəncə, Göygöl, Goranboy, Suqovuşan, Talış, Naftalan. Suqovuşan, Talış, hansı ki yenidən qurulan, yəni bizim 4-cü və 5-ci mərhələlərimiz xüsusilə yenidən qurulan, hansı ki Suqovuşandan danışdıq az əvvəl, orada Talış kəndindən keçəcək və Tərtər Xankəndidə isə artıq yenidən qurulan Ağdam. Füzuli, hansı ki aeroportun yanından keçəcək. Xocavəndin ərazisindən keçəcək. Şuşanın tam şəhərin mərkəzinə giriş olmayacaq. Çünki Xankəndiyə gedən yol olacaq. Xankəndiyə gedən yol, amma Şuşanın birmənalı şəkildə Şuşa göstəriləcək Şuşa. Qalasının yanından, bəli, Şuşa qalası göstəriləcək. Çünki bu canlı yayım helikopter çəkilişlərindən istifadə olunacaq. Cıdır düzü öz möhtəşəmliyini göstərəcək, orada görünəcək. Eyni zamanda ayın 14-də həm də Şuşada Xarı Bülbül Festivalı da var. Təbii ki, bu da bir bayrama qarşı, yəni belə deməksə, yəni o da Evrosport kanalı vasitəsilə göstəriləcək ki, yəni mən artıq bütün sirləri açıb tökdüm. O da göstəriləcək. Yəni bax burada bu cür musiqi festivalı da var. Burada idman yarışı da var. Yəni bu ölkə nələr edir? Və hər şeylə planlaşdırılıb ki, ümumi ölkə sakinlərinə, vətəndaşlara narahatçılıq yaranmasın. Yəni yollar saatlarla bağlanmasın. Yox. Tıxaclar saatlarla yaranmasın. Üstəlik bizim belə deyək də ölkədə ən gur əhali sayına görə Bakı şəhəridir. Bakı şəhərində isə ayın 10-u bazar günüdür. Yəni qeyri-iş günüdür. Hələ 11-i də qeyri-iş günü olacaq yeri gəlmişkən. Yəni insanların istirahət etdiyi gün olacaq. O da səhər saatlarında müəyyən bir müddət ərzində yollarda bir məhdudlaşdırma olacaq, amma bu çox çəkməyəcək. Ona görə bəri başdan müvəqqəti narahatlıq üçün üzr istəyirik, yəni bunu qeyd edelim, amma çox çəkməyəcək bu məsələ. Çünki üstəlik Bakı mərhələsində biz Ağşəhərin içində keçid edəcəyik. Ağşəhər, yenidən qurulan Ağşəhər. Orada Qarabağ atları var. Düz elə bizim yanımızda. Kanalın bəli yanında. Üstəlik biz Zəfər Parkını göstərəcəyik. Yəni Zəfər Parkı necə bir möhtəşəm bir orada park var. Şəhərin mərkəzi küçələri olacaqdır. Və sözsüz ki, Evrosportda bütün bunlar göstəriləndə, şərh ediləndə də bütün bu obyektlər, bütün bu rayonlar, bütün bu göstərilən hər bir şey vurğulanacaq. Bir mənalı şəkildə vurğulanır. Yəni Zəfər Parkı nə deməkdir Azərbaycan üçün? Qarabağ atları niyə Ağşəhərdə yerləşir? Bütün bunlar hamısı təbii ki, Şuşa, Xankəndi necə böyük bir əhəmiyyət daşıyır bu xalq üçün. Bu cür yarışlar öncəsi hər zaman çəkilişi həyata keçirən, yəni şirkət tərəfindən əvvəlcə xüsusi kiçik videoçarxlar da hazırlanır. Üstəlik, məsəl üçün biz COP29 tədbirindən sonra yaşıl enerjiyə ölkəmizdə nə qədər diqqət yetirdiyi bilirik. Hətta onlar günəş panelləri, külək elektrik stansiyaları, bütün bunlar hamısı əvvəlcədən çəkilir xüsusi kiçik videoçarxlar formasında. Yəni yarış gedəndə ancaq velosipedçilər göstərilmir. Coğrafi ərazi göstərilir. Yəni helikopter məsələ buna görə lazımdır ki, yəni bütün marşrut boyu bütün gözəlliklər. Azıq mağarasını biz göstərəcəyik bütün dünya ictimaiyyətinə ki, Azıq mağarası ən qədim dünyanın insan məskənlərindən biridir. Elə mən göstərəcək deyəndə fürsətdən istifadə edib istərdim indi biz hələ Azərbaycan Velosiped İdman Federasiyasının hazırladığı yarışın rəsmi anons video çarxına baxaq.
Diqqətimi çəkən məqam o oldu ki, buna qədər keçirilən velo yürüşlərdəki o rəmzi mahnı, o musiqi elə burada da davam edir. Fürsətdən istifadə edərək Vüqar Camalzadəyə bax bu gözəl velosiped himninə görə təşəkkür edirik. Yəni onun bəstəsidir. Vüqar Camalzadə həqiqətən də çox möhtəşəm bir velosipedin ruhuna toxunan bir, eyni zamanda milli elementləri özündə əks etdirən çox gözəl bir musiqi bəstəliyi və təbii ki, bu musiqini dəyişmək günah olardı. Və onda gəlin biz bir-bir mərhələlərə keçməzdən öncə biraz mən istərdim ki, biz lider markalar haqqında danışaq. Çünki biz bilirik ki, müxtəlif velosiped yarışlarında müxtəlif markalar, rənglərdən istifadə olunur və hər bir mərhələnin qalibi, məsələn, əsasən də velosiped idmanında sarı marka liderdir. Amma burada biz bir qədər fərqli qərar vermişik. Fikir verin, Azərbaycan bayrağının rəngləri əks edilən lider markalar, yəni ümumi liderin mavi markası olacaq. Sprintdə ən sürətli hər bir mərhələdə idmançıya yaşıl, dağ mərhələsində ən uğurlu nəticə göstərmiş idmançı qırmızı və ən yaxşı gənc velo sürücüyə ağ rəngli marka veriləcək hər etapın sonunda və sonra yarışlarında ümumi qalib. Bəli, yəni bu indi bilirik ki, yəni bu cür yarışlar sponsor dəstəksiz olmur. Yəni köynəklər də təbii ki, indi müxtəlif sponsorların adlarına adlandırılıb. Və onu düzgün qeyd etdin, yəni o yarış təşkilatçının seçimindən asılıdır, yəni köynəkləri, rəngləri ilə bağlı. Yarışlar var ki, məsəl üçün sarı və ya narıncı fərq etməz, yəni o seçimdən asılıdır, təşkilatçının seçimi ilə bağlıdır. Yəni bizdə isə rənglərimiz məhz bu cürdür. Yarışın ən qiymətli markası mavi rəngli markadır, ümumi təsnifatın liderinə verilən markadır. Eyni zamanda yaşlı sprinter, qırmızı qeyd etdiyim kimi ən yaxşı dağ velosipedçisi və bir də ağ ən yaxşı gənc velosipedçi. Və video çarxı da izlədik, onu da qısaca olaraq bildirim ki, yəni bizim yarışın video çarxı sən də vurguladın Şəmsəddin, həm Euronews kanalında da yayımlanır, eyni zamanda Eurosport kanalı vasitəsilə də yayımlanır. Yəni artıq mayın 1-dən etibarən yayım başlayıb, Eurosport daha əvvəl başlamışdı, Euronews mayın 1-dən başladı, CBC Sportda çoxdan başlayıb. Buna görə də xüsusi təşəkkürlər. Və orada Bakının da dünyanın idman paytaxtı olması qeyd olunur. Bəli, o da qeyd olunur. Bir mənalı şəkildə Bakı 2026 dünya idman paytaxtı və təbii ki, bütün ölkə üzrə xüsusilə marşrutun keçəcəyi yollardakı, bilirik, müxtəlif reklam lövhələri var. O reklam monitorlarında, lövhələrdə hər birində də yəni ümumilikdə sayda 100-ə yaxındır. Yəni bütün yarış boyu bizim video çarxlarımız yayımlanır. Yəni artıq ölkə əhalisi də belə bir yarışın olacağından xəbərdardır. Komandalara gəlincə isə qeyd edək ki, bir dünya turu komandası, yəni velosipeddə düşünün ki, bu dünya çempionatında oynayan, Çempionlar Liqasında oynayan bir komandadır. 4 Pro Tour komandası, 19 kontinental komanda və Azərbaycan yığması Beynəlxalq Velosipedçilər İttifaqının UCI yüksək səviyyəli 2.1 kateqoriyalı bu yarışın iştirakını təsdiqləyib. Yəni biz milli komanda olaraq burada iştirak edəcəyik, Azərbaycan milli komanda olaraq olacaq. Çünki özdə mən bildiyimə görə bu yarışa hazırlıq baxımından kifayət qədər böyük işlər görüblər. Bizim velosipedçilərimiz son olaraq deyəsən Türkiyədə təlim məşq halında Türkiyədə ilin əvvəlində Türkiyəyə getdilər, birinci yarışda iştirak etdilər. Daha sonra ən son Özbəkistanda oldular, orada da yarışlar keçdi. Yəni Özbəkistan da yəni son illərdə baxırıq bir məqamı vurğulayır. Özbəkistan da milli komanda səviyyəsində iştirak edəcək. Özbəkistan klub komanda. Milli komanda yalnız bizim komandamız olacaq, yığmamız. Bunu da izah edeyim nəyə görə. Yəni komanda formalaşdırmaq asan iş deyil. Bizim daha əvvəllər Bakı komandamız var idi. Hans Baku Cycling Project. Yəni bu komanda çox yaxşı bir komanda formalaşdırılmışdı. Hətta 2016-cı il səhv etmirəmsə, dünya reytinqində ili 4-cü, ili yadımda deyil, amma 4-cü olduqları dəqiq yadımda ki, ili dünya reytinqində 4-cü sırada tamamladılar. Bəli, Kontinental komanda olmasına ən nüfuzlu velo yürüşlərdə iştirak etmişdi o komanda. Və biz planlaşdırırıq, yəni klub komandasını gələn il üçün planlaşdırırıq olsun. Amma hələ ki, indiki məqamda milli komanda ilə təmsil olunacaq bu yarışda. Və komandaları qeyd etdin. Mən Özbəkistanı vurulamaq istəyirəm. Özbəkistan idmanının son illərdə necə inkişaf etdiyini deməyə ehtiyac yoxdur. Ən azından yay olimpiya oyunları bunu deməyə əsas verir. Özbəkistanda keçirilən yarışlar, onlar 2.1 kateqoriyalı yarışı hələ ki keçirmirlər. Onlar 2.2 keçirilər. O da 2 dəfə yarış bizim idmançılar da iştirak etdilər. 2 günlük yarışlar. Birinci, ikinci mərhələ və salam. 5 günlük yarış, yəni bir qədər yüksək səslənə bilər, amma o 5 günlük yarış ətraf coğrafiyada, ümumiyyətlə MDB məkanında yoxdur. Yalnız bizdədir.
Avropa ölkələrində və Türkiyə keçirilir, onlara dünya turu yarış keçirirlər. Avropa ölkələri saylarını mən qeyd etdim. Yəni demək istəyirəm onu ki, bu 5 günlük yarış, indi gələn il üçün yeri gəlmiş, onu qeyd edim. Növbəti il üçün daha bir mərhələ əlavə olunması planlaşdırılır. 6 hətta mümkündür ki, 7 belə olsun. Yəni təbii ki, alınacaqsa kateqoriyanı da yüksəltmə şərti ilə. Bu bizə uzun fasilədən sonra böyük velosipedin qayıdışı bizə bir həm də təqdimatdır, bir vitrindir. Biz bütün dünyaya göstərməliyik ki, biz bunu bacarırıq və gələn il üçün birmənalı şəkildə bunu deyə bilərəm ki, komandalar qapımızda növbəyə dayanacaqlar bu yarışda iştirak etmək üçün. Çünki həm mükafat fondu kifayət qədər yaxşıdır. Bilirik, velosiped yarışlarında mükafat fondu var. Tutduqları yeri komandalar həm də maddi qazanc əldə edirlər. Təşkilatçılıq məsələləri, yəni mən yalnız birinin altını qeyd edəcəm, yəni ki, Sibrizdə yerləşdirilib komandalar, oradan da başlayacaq. Yəni həqiqətən də çox yaxşı dəstəyi var. Bir qeyd edirəm, dövlət səviyyəsində, dövlət qurumları, sponsorlar, hər şey həqiqətən çox yaxşı səviyyədə. Bizə qalır sadəcə nə? Bu yarışı yüksək səviyyədə keçirmək və keçirəcəyik də inşallah heç hər hansı bir problem olmayacaq. Çünki bu hamı səfərbər olub. Hamı yumruğu bir yerə vurur. Və indi biz danışırıq, amma bu təkcə ölkənin imiclə böyük fayda verməyəcək bu yarış. Biz onu da unutmamalıyıq ki, vaxtilə bu turda Azərbaycanı biz qəbul edəndə bu işlərin sonu kimi peşəkar komanda yaradıldı, böyük reytinqə malik oldu və yekunda biz nəyi gördük? Həmin o peşəkar komandanın tərkibində məşq edən, yarışlarda iştirak edən, yekunda bizim təmsilçimiz Olimpiya oyunlarına normativi yerinə yetirərək, yəni orada nə wild card, nə də sırf olaraq bax bütün bu işlərin nəticəsində bir Azərbaycanlı, yəni o legioner deyildi. Bu gün də milli komandamızın baş məşqçisidir də. Məşqçisidir. Elçin Əsədov. Elçin Əsədov Rio Olimpiya oyunlarında, Tokyo Olimpiya oyunlarında üzr istəyirəm, iştirak etmişdi, bəli. Və öz gücünə həmin Olimpiya oyunlarına gəlib. Bəli, o bizim öz məhsulumuz, yəni öz belə deyək, öz komandamızın, həmin o Bakı komandasında yetişən idmançıların... Yəni idman nəticələri baxımından da bu cür tədbirlərin təşkili, bu cür yarışların keçirilməsi bu idman növündə inkişafa nail olmaq üçün çox vacib bir amildir. Bəli, 2016-cı ildə mən xüsusi vurğulayım. 2016 Rio Olimpiyadasında həmin Bakı komandasının heyətindəki əcnəbi velosipedçilər belə Bakı klubunun heyətində çıxış edərək reytinq halları toplayaraq öz ölkələrini, yəni orada Sloveniya var idi, Yunanistan var idi, öz ölkələrini olimpiyada təmsil etdilər. Yəni bu həmin o Bakı klubunun onlara verdiyi bir töhfə idi. Ona görə klub komandası bizə ona görə lazımdır ki, sırf reytinq hallarının toplanılması və olimpiyadaya lisenziya qazanılması və Özbəkistan yarışda yeri gəlmişkən komandamız reytinq halları topladı. Bizim yığmamızın lideri Musa Mikailzadə ümumi təsnifatda ilk 5-likdə qərarlaşdı və 35 reytinq halı götürdük biz 2 yarışdan. Təbii ki, burada indi bütün hamısı bizim velosipedçilərimizin hamısı deməyidir. Bəli, bu velosiped komandadır, amma hər komandanın bir lideri olur, yəni bunu bilirik. İndi şərhlərdə də bu fikirləri vurğulayacaqsan, yeri gəlmişkən ilk mərhələni Şəmsəddin Abbasov şərhləyəcək Bakı-Xankəndi velosiped yarışının uğurlar. Və bu yarış həm idman, həm ölkənin təbliğatı, reklamı, ölkənin bütün dünyaya göstərilməsi. 2015-ci ildə cənab prezident ilə komanda ilə görüşən vaxtı özü də bunu vurğulamışdı. Yəni mən ölkəmizi bir başqa gözlə gördüm. Yəni bu velosiped çox ölkənin inkişafı və ölkənin təbliği baxımından çox önəmlidir. Bir şey də mən istərdim dəqiqləşdirək. Buna qədər keçirilən bu Azərbaycanda velo yürüşlərin hər bir mərhələsinin sonunda bir toy bayram əhval-ruhiyyəsi yaşanırdı və həmin bölgələrdə istər Qəbələ olsun, istər indi Oğuz olsun, biz görürdük ki, sakinlər də cəlb olunurdu. Yəni həmin rayon mərkəzlərdə bir bayram əhval-ruhiyyəsi yaranırdı, bir bayram ab-havası var idi, müxtəlif konsert proqramları təşkil olunurdu. Bu dəfə necə? Marşrutlar bəllidir, yəni bir daha qeyd etdik. Yəni biz əvvəlki illərin təcrübəsinə əsasən deyə bilərik ki, yəni bu cür velosiped yarışları olduqda ən azı tamaşaçıların start-finish nöqtəsində tamaşaçılar daha çox olur, xüsusilə də finişdə. Çünki hər şey orada baş verir. Yəni finişdən əvvəl təxminən 250 metr, 300 metrəyə qədər artıq orada tamaşaçılar toplaşır, hər şeyi yaxından görmək üçün. Orada kifayət qədər tamaşaçı olur, yəni minlərlə tamaşaçı toplaşır. Yəni 250 bu tərəfdə, 250 o tərəfdə. Üstəlik finişdən sonra bir 50-100 metrəni də nəzərə alsaq, kifayət qədər tamaşaçı toplaşır. Orada bizim təbii ki, biz də çalışırıq insanlara ən azından müəyyən qədər bizim də bir dəstəyimiz olsun. Necə ki, onlar gəlirlər, alqışlayırlar, azarkeşlik edirlər.
Təbii ki, biz də onların üçün uyğun şəraitin yaradılması, onlar üçün bir bayram ab-havasının yaradılması üçün təbii ki, biz də bu istiqamətdə çalışırıq və onu vurğuladım, xüsusi yarış zamanı insanların bax bu yarışlara marağı öz yerində kifayət qədər bu müsbət məqamdır. Amma yenə kiçik bir haşiyə çıxım, o məqama qayıtmaq istəyirəm ki, təhlükəsizlik nöqteyi nəzərindən bir çox hallarda yarış xətti, yəni yarış xətti də bu şose yollardır. Həmin rayonların sakinlərindən xüsusilə və bu yarış günlərində daha bir qədər diqqətli olmağa xahiş edərdim. Bu nə ilə bağlıdır? Kimsə, hər hansı bir uşaq yola çıxmasın. Fəsadlar ola bilər, yəni uşaqlar yıxıla bilər, velosipedçilər toqquşa bilər. Biz indi bir qədər sonra marşrutlar dəqiq hansı yollardır, bu barədə danışacaq, təqdim eləyəcək. Ən elementar məqamlardan biri. Yəni yol infrastrukturumuz kifayət qədər yaxşıdır, hətta kəndlərin içindən belə bir qədər qəribə səslənə bilər, amma hətta həmin günlərdə bu mal-qaraların yola çıxmasına belə, çıxmaması üçün daha doğrusu, xüsusilə yəni o kənd sakinlərindən xahiş edərdik ki, bu məsələlərdə bir qədər daha həssas olsunlar. Yəni hər şey qaydasında, hər şey çox gözəl təşkilatçılıqla yekunlaşsın. Yəqin ki, elə də olacaq, hər hansı bir ciddi problem yaşanmayacaq və biz davam edirik. Hazırda biz reklamlara ayrılırıq. Reklamlardan sonra artıq mən təklif edərdim ki, biz ayrıca hər bir 5 mərhələ üzrə marşrutlarla tamaşaçılarımızı tanış edək. Qanuni İdman Mərc oyunlar misli təqdim edir. Mayın 10-da artıq uzun fasilədən sonra biz yenidən Azərbaycanda olduqca nüfuzlu bir beynəlxalq vela yürüşün şahidi olacaq. Söhbət Bakı-Xankəndi çox günlük vela yürüşdən gedir və Pəriz Musayev həmkarımla birgə, hansı ki bugün elə Azərbaycan Velosiped İdman Federasiyasını təmsil edir. Biz bu yarış haqqında ətraflı danışırıq. Yeri gəlmişkən mayın 10-dan 14-nə kimi CBC Sportla bu yarışın icmallarını izləyə biləcəksiniz və mayın 14-də artıq həm bağlanış, həm möhtəşəm konsert proqramında CBC Sportda, Xankəndidə birbaşa canlı izləmə imkanı qazanacaqsınız. Birinci mərhələ qeyd edək ki, yarış iştirakçıları Cbreeze Resortda start götürəcəklər. Bakı şəhərinin görməli yerlərindən keçərək burada həm Bakı dənizkənarı bulvarı, həm Ağşəhər və buradan sonra Sumqayıta finişə yollanacaqlar. Ümumi mərhələnin uzunluğu 158,4 kilometr təşkil edir. Bəli, budur yarış marşrutu start nöqtəsini görür. Cbreeze-dən start götürüləcək. Ondan sonra bir qədər Bakı kəndləri, yəni ondan sonra gəlinəcək Heydər Əliyev prospektinə, yəni Olimpiya stadionunun yanından keçib, Heydər Əliyev prospektinə, Heydər Əliyev mərkəzinin yanından Ağşəhərə, daha sonra Zəfər parkı, Zərif Əliyeva küçəsi, Azneft, oradan Velopark, daha sonra Sumqayıt istiqamətinə marşrut bax belə bu cürdür. Səhər saat neçədə yarışa start veriləcək və finiş neçədə nəzərdə tutulub? Yarışın birinci gün üçün startı planlaşdırılır saat 9:25-ə. Səhər 9, bazar günü ayın 10 saat 9:25-ə, hansı ki, yəni bizim saytımızda, yəni yarış üçün hazırlanmış Bakı-Xankəndi.az saytında da, yəni bu yarış marşrutu, bütün məlumatlar, buna texniki bələdçi deyilən bir kitab var, hansı ki, bu hamı üçün əl çatandır, onu da yəni PDF variantı olaraq yüklənmiş. Yəni arzu edən, istənilən şəxs bütün məlumatları oradan əldə edə bilər. Ən son məqamda bir məqamı qeyd edim. Son ana qədər bizdə 21 ölkədən 25 komanda idi. Ən son bir Almaniya təmsilçisi müəyyən texniki səbəblərlə üzrxahlıq edərək gələ bilməyəcəklərini bildirdilər. Yəni bu an 24 komanda, artıq yarış 24 komanda ilə start götürəcək. Yəni bu cür hallar olur velosipeddə. Bəzən olur ki, hətta 2 ay, 3 ay danışdığın komanda birdən tək velosipeddə bir çox idman növlərində. Ona görə bu cür yarışlarda həmişə ehtiyatda komandaların olmalıdır. Yəni biri imtina verərsə dərhal onu digərlərlə əvəz etmə. Bizim də yəni bundan belə ehtiyat variantımız bir neçə dəyişikliklər olmuşdu. Sadəcə Almaniya təmsilçisinin ən son məqamda artıq imtina verməsi hər şey artıq hətta kitab belə artıq gördüyümüz kimi çapa gedib. Yəni biz ən son məqamda onu çıxarıb kitabı dəyişiklik etdik. Yəni 25-ci komanda eyb olmaz, o problem deyil, normaldır. Yəni maksimal komanda sayı 25-dir bu cür yarışlarda. Bunu qeyd edirəm.
21-22 ilə keçirənlər var, amma maksimal 25-dir, bizdə isə 24 komanda olacaq. Yəni bu artıq kifayət qədər normal bir saydır. İkinci mərhələyə keçək. Uzun mərhələ ikinci mərhələ olacaq. Bəli. 193,3 kilometr Bakıdan start götürəcək. Burada da Sibrizdən start götürüləcək və daha sonra Şamaxı və İsmayıllıda yekunlaşacaq. Ağır bir mərhələ olacaq idmançılar üçün. Həm uzun məsafədə, həm də unutmaq lazım deyil ki, daha çox elə ancaq elə qalxacaqlar da. Yəni çünki getdikcə biz dağlıq rayona qalxmalıyıq və burada Şamaxı perivalını unutmaq lazım deyil. Orada aşırım var orada və yeri gəlmişdir həmin o bax o hissədə bilirik bir yol da bəli, yeni körpü tikilir, bəli. Yəni ən azından artıq düz orada hələ işlər gedir, amma bu bizə həmin o körpünün bir miqyasını, möhtəşəmliyini göstərmək imkanını verir ki, yəni burada necə bir yerdə, necə bir körpü tikilir. Üstəlik həmin marşrutun üzərində bir ay gedirəm. O yaşlı enerji, bərpa olunan enerji, yəni biz onu bütün dünyaya nümayiş etdirmə imkanımız olacaq ki, biz yəni son illərdə necə ki, bax bu bərpa olunan enerjiyə necə diqqət yetirilir ölkəmiz tərəfindən. İkinci mərhələ çox ağır. Bakıdan Şamaxıya gedən yolda sağda, solda biz bütün bunun şahidi ola bilərik. Həm günəş enerjisi, həm külək enerjisindən işləyən müxtəlif qurğuları görmək mümkündür. İkinci mərhələ İsmayıllıda başa çatır. İsmayıllı şəhər mərkəzində hər hansı bir tədbir planlaşdırılıbmı? İcra hakimiyyətinin qarşısında finiş olacaqdır. Yəni elə orada artıq təbii ki, tamaşaçılar üçün müxtəlif əyləncələr, proqramlar, musiqi nömrələri, yəni artıq idmançıları gözləyən məqamda ona dək insanlar üçün təbii darıxmağa qoymayacaq ən azından. Üçüncü mərhələ Qəbələdən başlayır mayın 12-sində, daha sonra Oğuz, Şəki və Mingəçevirdə bitir. 162,9 kilometr. Bu da kifayət qədər ağır bir mərhələdir. Elə uzunluq baxımından bu üçüncü ən uzun mərhələ sayılır. Bəli, bax bu marşrut da kifayət qədər maraqlı bir marşrut olacaq və az əvvəl haqqında bəhs etdim. Yəni bu bizə, bu cür yarışlar bizə bir çox şeyləri göstərmək imkanı verir. Məsələn, 2015-ci ildə biz bunu etmişdik Avropa oyunları öncəsi. Bax, Mingəçevirdəki həmin o avar çəkmə bazası, Kür Olimpiya Tədris İdman Mərkəzi. Yəni orada artıq məlum məsələdir ki, müntəzəm məşqlər gedir. Yəni bu həm də Avropaya bir avar çəkmənin də Avropa ölkələrinin necə inkişaf etdiyini bilirik. Yəni bir daha göstərmə imkanı var ki, bəli biz burada həm yarış keçirdirik, Prezident Kubok yarışından danışdıq. Eyni zamanda yəni bu baza necə gözəl bir bazadır. Orada bütün uyğun şərait və Mingəçevir su anbarı, eyni zamanda aşağı axında avar çəkmə yarışları, məşqlər. Yəni bax bunun özü də xüsusilə Şəkinin özünün necə kaloritli bir yerdir. Karvansaray və Xan sarayı var. Bütün bunların Alban kilsəsi var. Bütün bunların hamısını bizim necə marşrut əhatə edir. Xüsusilə o kilsələr, Alban kilsələri bizim necə multikultural bir ölkə olduğumuzu göstərmək üçün düşünürəm ki, yaxşı bir imkandır. Və Mingəçevirdə mərhələ başa çatır. Mingəçevir şəhər mərkəzində yəni ki, Kür avar çəkmə bazasının qarşısında tədbir olacaq. Finiş orada olacaq. Dördüncü mərhələ artıq işğaldan azad olmuş torpaqlarda keçəcək. Start Gəncədəndir, qədim şəhərimiz. Daha sonra Göygöl, Goranboy, burada əsasən düzənlikdə, burada yaxşı sürət olacaq. Su qovuşan Talış, Naftalan hissəsi isə artıq yoxuşlu enişli hissələr olacaq. Və xüsusilə burada təbii ki... Məsafə 152,8 kilometr. Naftalan nə ilə məşhurdur? Naftalan özünün müalicəvi nefti ilə məşhurdur. Yəni bu eyni zamanda oradan o məqamlar yayımda vurğulanacaq. Yəni Naftalan nə ilə məşhurdur? Biz su qovuşandan keçəcəyik. Biz o yenidən qurulan Talışdan keçəcəyik. Yəni bu məqamlar artıq bizə işğaldan azad olmuş əraziləri, yəni artıq bu 4-cü mərhələdən etibarən o ərazilərə daxil olacaq və bu məqam da bizə eyni zamanda Göygöl rayonu. Əvvəllər bilirik orada Almanlar, yəni o məqamlarda xüsusi vurğulanacaq. Yəni burada Almanlar yaşayır. Yəni Təşkilat Komitəsi bütün bu məlumatları artıq Evrosport telekanalında bu yayımda olan şəxslərə ötürülür. Bəli, bütün bu məlumatlar hamısı ötürülür şərhçilərə. Yəni, bəli, o məlumatlardan artıq istifadə edib etməmək onların seçimidir. Amma bizim Təşkilat Komitəsi olaraq üzərimizə düşən nədir? O məlumatları onlara ötürmək. Və inan, məlumatların əksəriyyəti səsləndirilir. Çünki, məsəl üçün, hansısa bir Evrosportun şərhçisi baxır, burada Almanlar yaşayıb. Almanlar Azərbaycanda, məsələn, yaşayış məskəni olub. Əminəm ki, bu onlar üçün yeni bir şeydir. Yəni, ilk dəfə Azərbaycan hara, Almanlar hara. Amma ən azı bir tarixdən bir araşdırma edəndə görəcək ki, bəli, bizim burada məsəl üçün Almanlar da yaşayır. Yəni, bizdə
nə kimi hallar var. Hər halda mənə çox maraqlıdır 5-ci mərhələdə yeri gəlmişkən uzunluq baxımından 2-ci mərhələ olan 181,5 kilometr məsafəni əhatə edir. Tərtərdən başlayır, Ağdamda davam edir, Füzuli, Şuşa və Xankəndi. Bax, burada Evrosport şərhçiləri özlərini necə aparacaqlar, nə deyəcəklər bütün orada, bu şəhərlər haqda. Bax, bu, və bu şəhərlərdə Ağdamı inanılmaz bir şəkildə sürətlə aparılan yenidən qurma işləri haqqında. Bax, bir tərəfdə Ağdamın xarabalığı, digər tərəfdə isə yenidən qurulan Ağdam. Ağdamı nahaq yerə Avropanın Xirosimas adlandırmırdılar. Yəni, biz bilirik orada nələr baş vermişdi. Eyni zamanda həmin ərazilər necə gözəl tunellər tikilib. Tunellərdən keçəcəklər. 4 kilometr uzunluğunda tuneldən keçəcəklər. Yəni, bütün bunların hamısını bir anlıq təsəvvürə gətirək ki, havadan helikopter çəkilişlə, dağların qoynunda, tunellər, yollar, eyni zamanda orada indi Xocavənd, yəni Füzulidən sonra o isə üzü yuxarı, dağlıq, Şuşanın cıdır düzü, yenə o mövzuya qayıdıram. Şuşanın tarixiliyi, düzü Şuşanın içərisinə girmək risklidir, nə mənada risklidir? Çünki Şuşa bilirik ki, o qədər də çox geniş yolları... Amma Şuşa qalasının ətrafına Xankəndiyə gedən yol var. Bəli, yəni ən azından Şuşanı biz göstərəcəyik. Yəni bax, orada da necə işlər görülür. Yenə qayıdıram o mövzuya, orada Xarıbül festival olacaqdır. Xankəndi şəhərinin mərkəzində orada da Zəfər parkı var. Zəfər parkının qarşısında bir finiş olacaq. Konser proqramı olacaq. Yəni ən xırda detallar, bu təkcə idman yarışı deyil. Ən xırda detallar hamısı düşünülüb ki, biz bütün dünyaya nümayiş etdirək ki, bu yarış nədir və ən əsası bu ölkə nələr etmək iqtidarındadır. Təkcə bir fakt qeyd edeyim. 2015-ci il idi, səhv etmirəmsə, Evrosportdan bizə hesabat gəlmişdi ki, təkcə canlı yayımlarda 30 milyondan artıq insan, reyting, birlikdə kanalların reyting məsələsi, 30 milyondan artıq baxış sayı olmuşdu təkcə canlı yayımda. Yəni, bunun özünü təsəvvür edik. Yəni, bu nə qədər bundan yaxşı reklam ola bilərmi? Bundan yaxşı təbliğat ola bilərmi? Mən sizə Azərbaycan Velosiped İdmanı Federasiyasına uğurlar arzulayıram. Mayın 10-unu səbirsizlə gözləyirəm, bu yarışı səbirsizlə gözləyirəm və inanıram, bilirəm ki, həmişə olduğu kimi olduqca yüksək səviyyədə bu yarışı keçirəcəksiniz. Və mən verilişimizin sonuna yaxın istərdim ki, indi əgər biz artıq bu uzun fasilədən sonra məsələn, şose velosiped yarışlarını yenidən keçirməyə başladıqsa, mən istərdim ki, velosipedin digər növləri barədə də səndən soruşum, vəziyyət, durum nə yerdədir? Çünki, məsələn, Evrosportun sırf olaraq Bakı-Xankəndi velo yürüyüşü haqqında təqdimat promosunda, video çarxında həmçində qeyd olunmuşdu ki, dağ velosipedi üzrə, mountain bike üzrə Azərbaycan həm Avropa oyunlarında, həm də müxtəlif illərdə bu idman növləri üzrə kifayət qədər nüfuzlu yarışlar keçirilib. Bəli. Gələcəkdə yenidən bax bu idman növləri üzrə, çünki velosipedin tək idman növü deyil də bir neçə idman növü daxildir. İstər trek velosipedi olsun, istər mountain bike olsun, istər dağ velosipedi, BMX növü olsun. Unutmaq lazım deyil ki, Azərbaycan Velosiped Federasiyası şıx çimərliyi ilə üzbözdə bütün dünya standartlarına uyğun dünya çempionatı keçirmişdi və yeni arenada qurulmuşdu. Mən bilmərəm, o arenanın vəziyyəti nə yerdədir, nə qədər uyğundur yenidən oradan istifadə etmək. BMX stadionu Şıxovda velopark ərazisində yerləşir. 2018-ci ildə biz orada dünya çempionatı keçirmişik. Təsəvvür 1000-dən artıq idmançı gəlmişik. BMX üzrə idi də? BMX üzrə, bəli. Mən birinci qayıtmaq istəyirəm Bakı 2015 ilk Avropa oyunlarını. Çünki 2015-ci il Avropa oyunları zamanı bizdə növlər həm BMX növü oldu, həm şose növü oldu, eyni zamanda oldu dağ velosiped üzrə. Xocasəndə yeni avtovağzalın arxasında, atıcılıq mərkəzinin arxasında dağ velosiped üzrə yarışlar keçirildi. Yarışlar orada keçirilmişdi. Orada kifayət qədər yaxşı həm mürəkkəb yollar var, həm sadə yollar var. Yəni orada istənilən çətinlikli yarış keçirmək mümkündür və bu gün də bizim orada yarışlarımız müntəzəm keçirilir dağ velosiped üzrə. Həmin o Şıxovda yerləşən BMX o 2015-ci ildə ilk dəfə quruldu Avropa oyunları üçün. Ondan sonra Beynəlxalq Velosipedçilər İttifaqının BMX növü ilə bağlı standartları dəyişdi. Orada kiçik təpəciklər var. O hər şey sıfırlandı, yeni bir standartlara uyğun təşkil olundu və biz orada dünya çempionatını təşkil etdik. Kifayət qədər də yaxşı bir yarış alınmışdı və təəssüf ki, bir müddət müəyyən qədər indi orada arzu olunan vəziyyət durum yaranmadı, amma biz hələ ki, bir də ki, trek, bizim Respublika velotrekimiz 20 yanvarda. Kifayət qədər yaxşı standartlara malik beton trekdir, düzdür, amma
standartlara tam uyğundur. Orada velotrekdə yaxşı bir baza var. Yəni Bu idmançıların qalması üçün təlim məşqlərinin keçirilməsi hər şey var üçün, xırda orada. yarışların Bütün uyğun keçirilməsi şərait var, həqiqətən də hər şey var orada. Yəni bu gün də orada günü-gündən də artır. Yəni velosipedli məşğullar müntəzəm gəlib müraciət edənlər. Bax bu şose yollarımız var. BMX təbii yəni o yenidən oranı bir qədər işləyə vəziyyəti gətirmək plan düşünülür. Yəni hazır stadionda bir qədər gəzdirilməlidir və ondan sonra biz orada yenidən böyük yarışlar keçirə bilərik. Planlarda belə var. Dağ velosipedi parkı coğrafi baxımdan artıq var, müəyyən əl gəzdirilib, yəni yarışlar keçirilir və bir iki trek. Trekimiz də ki, yəni müntəzəm məşqlərin keçirildiyi bir məkandır, aktivdir, daim işləyir. Hər zaman arzu edənlər üçün, müraciət edənlər üçün qapılar açıqdır, gələ bilərlər. Yəni bizim infrastruktur baxımından hər hansısa bir ciddi problemimiz yoxdur. Bütün velosipedin bu qeyd edilən növləri hər biri üçün uyğun şərait var və tədricən, yavaş-yavaş hər şeyi yenidən əvvəlki vəziyyətə. Əvvəlki vəziyyətə dedikdə söhbət nədən gedir? Pandemiyadan əvvəlki vəziyyətə gətirmək üçün qarşımıza qoyduğumuz konkret tələblər, qoyulan tələblər bunlar ki, ən azı pandemiyadan əvvəlki vəziyyətə mümkün qədər tez çatmaq. Mən sizə bu işlərdə uğurlar arzulayıram və tamaşaçılarımızı mayın 10-unda Bakı-Xankəndi çoxgünlük velo yürüyüşünü izləməyi dəvət edirəm. Canlı izləmək istəyənlər hadisələrin yerində, həmin o rayon sakinləri artıq marşrutlar haqqında biz ətraflı danışdıq. Kimsə dəqiqləşdirmək istəyirsə, Bakı-Xankəndi velo yürüyüşünün rəsmi saytına daxil olub tam ətraflı məlumatı əldə edə bilərlər. Yox, əgər bayra çıxmaq istəmirsinizsə, istirahət günüdür, bazar günləridir, evdə qalmaq istəyirsinizsə, sosial şəbəkələrimiz aktivdir. Sosial şəbəkələr Azərbaycan Velosiped İdmanı Federasiyasının aktivdir və CBC Sportda həmişə sizin yanınızdadır. Elə bütün mərhələləri biz canlı olaraq sizə təqdim edəcəyik. Pəriz Musayeva, sonda mən bir daha təşəkkürümü bildirmək istəyirəm dəyərli həmkarım və onun timsalında Azərbaycan Velosiped İdman növü və Azərbaycan Su İdman Növləri Federasiyasının da bütün əməkdaşlarına uğurlar arzulayıram. Çox sağ olun. Çox sağ olun. Siz bizim idmana baxdınız. Bizim baş sponsorumuz Mislidir. Misli qanuni idman mərci oyunu operatorudur. Misli məntəqələrinə baş çəkib bol-bol şansınızı sınaya bilərsiniz. Hər kəsə uğurlar. Bir həftə sonra biz yenidən sizinlə burada olacaq. Mövzumuz dəyişməz olaraq qalacaq. Biz bizim idman haqqında danışacağıq. Hələlik.